Bugün Rus mətbəxinə aid olan sırniki hazırladım. Çox dadlı alındı. Gəlin başlayaq. Əvvəlcə qabın içərisinə kəsmik, yumurta, şəkər tozu, manlı, un və duz əlavə etdim. Qaşıqla bütün ərzaqları tam qarışana qədər qarışdırdım. Ərzaqların miqdarını postun altında paylaşacağım. Daha sonra üzərinə salafan çəkirəm və soyuducuda saxlayıram. Mən axşamdan edirəm, səhər isə artıq hazırlayıram. Çünki tərkibində olan manlı da şişir, bütün ərzaqlar bir-birinə qarışmış olur və artıq hazırdır. Daha sonra səhərsi gün isə taxtanın üzərinə un səpirəm və hazır xəmiri üzərinə qoyub unun köməyi ilə forma verirəm. Uzunsov formada hazırladıktan sonra üzərində istədiyim ölçüdə kəsiklər aparıram, dairə formasına salıram, una batırıram, stəkanın köməkliyi ilə sırnikilərə forma verirəm. Və bütün hamısını etdikdən sonra tavaya kərə yağı əlavə edirəm. Sırnikiləri tavaya yığıram və üzerini qapaqla bağlayıb orta ateşdə hər ikisini bişirirəm. Artıq servisə hazırdır. Çox dadlı alındı. Mən cemlə və mürəbbəli yeməyi daha çox xoşlayıram. Soyuq halda daha çox xoşuma gəlir. Mən sırniki hazırladığım zaman bir hissəsini dondurucuda saxlayıram. Bunun üçün artıq hazır olan sırnikiləri bişirmirəm. Hazırladıktan sonra dondurucuda bir-bir dondururam. Daha sonra tam donduqdan sonra salafan paketlərə yığıram, ağzına bağlayıb dondurucuda uzun müddət saxlayıram. Ən azı 1 ay, 2 ay saxlaya bilərəm və istədiyim bir zaman açıram və hər ikisini qızardıram və süfrəyə təqdim edirəm. Çox dadlı alınır.